Salam əziz şagirdlər və abituriyentlər. Bugün sizə maraqlı bir sualın izahını vermək istəyirəm. Sual vuruqlara ayırmaya aiddir. Bu cür ifadəni vuruqlara ayırarkən necə ayrılır? X kubu üstəgəlsin 3x kvadratı çıxılsın 4x çıxılsın 12. Qruplaşdırma üsulundan istifadə eləmək bu cür misalda daha praktikdir. Qruplaşdırarkən uyğun ifadələri seçirik və ortaq, məsələn, birinci mötərizədə ortaq vuruq x-in kvadratıdır. Çıxardırıq mötərizənin qabağına, yerdə qalır nə? X üstəgəlsin 3. Çıxılsın. Çıxma işarəsi atdığımıza görə mötərizənin daxilindəki işarəni əksinə dəyişirik. Çünki mötərizənin qarşısında mənfi işarə var. Burada ikinci mötərizədə də görürük ki, ortaq vuruq 4-dür. 4-ü çıxardırıq mötərizənin qarşısına, yerdə qalır x üstəgəlsin 3. Və görürük ki, yenə də ortaq vuruğumuz var. X üstəgəlsin 3 ortaqdır və onu da çıxardırıq mötərizənin qarşısına, alırıq yerdə qalanlar x kvadrat çıxılsın 4. O da bərabərdir. X üstəgəlsin 3 vurulsun. X kvadrat çıxılsın 4-ün açılışı müxtəsər vurma düsturuna görə x çıxılsın 2, x üstəgəlsin 2-dir.